Təhsil alma formalarımızı da deyim, bunları əzbərləyəcəyik mahiyyəti ilə. Təhsil alma formalarımız 7 dənədir, 4 dənəsi əsasdır. Birincisi əyani, ikincisi qiyabi, 3 distant, 4 sərbəst eksternat. Bu 4 dənəsi əsasdır. 3 dənəsi köməkçidir. Evdə təhsil, fərdi təhsil, bir də stasionar təhsil. Əyani təhsil müəllimlər gündəlik, davamlı gedilib gəlinir, hər gün gedilib gəlinir. Bu aydın məsələdir. Universitetlərdə də var, ümumi təhsildə də var. Hər gün gedib gəlib, bu əyanidir. Qiyabi universitetlərdə nəzərdə tutulur, ildə 2 dəfə gedilib, imtahandan imtahana gedilib gəlinəndir. Distant hal-hazırda mən sizə dərs keçdiyim formada. Elektronların köməyi ilə, telefonun, kompüterin, planşetin, nə bilim, iPad-dərin, nələrin köməyi ilə keçdiyimiz, müəllimlə şagirdi bir məkanda gərəkdirməyən. Bax, məsəl üçün, mən Beyləqanda oturmuşam, biriz Gəncədə, biriz Qubada, nə bilim, biriz Bakıda, biriz Siyəzəndə, biriz harda, biriz Beyləqanda və s. oturmuşsunuz. Aydın məsələdir. Müəllimlə şagird bir məkanda gərəkmədi ki, bir də yadınızda salın, qeyri-rəsmidir. Dövlət bu distantı tanımır. Bir dənə universitetimiz, İqtisad Universitetində var idi bu distant təhsilimiz. O da yığışıldı, bir dənə ixtisasda olmalı.